Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz yenə də eyniliklərdir. Eyniliyi isbat eləməkdən ötürü, deməli, sağ tərəfin sol tərəfə yaxud da sol tərəfin sağ tərəfə bərabər olduğunu göstərmək lazımdır. İndi 11 nömrəli tapşırığın birincisində, deməli, sağ tərəfi yazaq. A üstəgəl 5-i B çıxılsın 2-yə vurub üzərinə 4 gəlmək lazımdır. A'nı B'ye vururam AB. A'nı mənfi 2'ye vururam mənfi 2A. 5'i B'ye vururam müsbət 5B. 5'i mənfi 2'ye vururam mənfi 10. Üstəgəl 4 bərabərdir. Deməli AB çıxılsın 2A və 5B'ye oxşar toplanan yoxdur. Yalnız mənfi 10 ilə müsbət 4'ün eləyir mənfi 6. Bu ifadə isə sol tərəfdəki ifadənin tamamilə eynisidir. Sadəcə olaraq toplananların yeri dəyişəkdir. Bilirik ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Ona görə də deməli eynilik isbat oldu. İkincisində 2A çıxılsın 1'i B üstəgəl 3'ə vurub alınan cavabdan 2'ni çıxmaq lazımdır. 2A'nı B'ye vururam, olur 2AB. 2A'nı 3'ə vururam, eləyir 6A. Mənfi 1'i B'ye vuranda mənfi B. Mənfi 1'i də 3'ə vuranda mənfi 3. Və mənfi 2'ni də yazıram. İndi yazıram, sadələşdirib. 2AB qaldı. Üstəgəl 6A da qaldı. Çıxılsın B də qaldı. Mənfi 3 ilə mənfi 2 indi eləyir mənfi 5. Və baxıram ifadənin sol tərəfinə. Görürəm ki, yenə də tamamilə eynidir. Deməli, eyniliyin olduğunu ispat etdik. Üçüncüdə 2x çıxılsın 3'ü 3y üstəgəl 2'ye vurub alınan cavabdan 4'ü çıxmaq lazımdır. 2x'i 3y vuranda eləyir 6xy. 2x'i 2'ye vuranda eləyir 4x. Mənfi 3'ü 3y vuranda mənfi 9y. Mənfi 3'ü müsbət 2'ye vuranda mənfi 6 çıxılsın 4 bərabərdir. 6xy üstəgəl 4x çıxılsın 9y. Mənfi 4 ilə də mənfi 6'nın eləyir mənfi 10. Gördük ki, buradakı yenə sol tərəfdəki ifadə ilə eynidir. 4x çıxılsın 9y üstəgəl deməli doğrudur. Eyniliyi olduğunu ispat etdik. Axırıncıda 3x üstəgəl 4 ifadəsini 2y çıxılsın 1'ə vurub üzərinə 6 gəlmək lazımdır. Bərabərdir. 3x'i 2y vuranda 6xy. 3x'i mənfi 1'ə vuranda mənfi 3x. 4'ü 2y vururam 8y. 4'ü mənfi 1'ə vururam mənfi 4. Üstəgəl 6 bərabərdir. 6xy mənfi 3x müsbət 8y oxşar toplanan yoxdur. Axırda mənfi 4 ilə müsbət 6'nı da eləyir müsbət 2. Bu da sol tərəfdəki ifadə ilə tamamilə eynidir. Ona görə də eynilik isbat olundu. İndi baxırıq nömrə 12'nin birincisinə. Nömrə 12'nin birincisində deyir ki, ifadənin eynilik olduğunu ispat edin. Bunun üçün burada verilən ifadələri vurub açıb, hamısının islah etdiyini görürsək 0'a bərabərdir, deməli doğrudur. İndi ifadənin özünü yazaq. A, B çıxılsın A'ya vururam, onu da C üstəgəl A'ya vurmalıyım. Üstəgəl A, burada da yenə A çıxılsın B'ni vurmalıyam. A üstəgəl C'yə bərabərdir. Əvvəlcə A'nı bu birinci mötərizəyə vururam. Deməli olur AB çıxılsın A'nın kvadratı. Bunu vurmalıyam C üstəgəl A'ya. İkincidə də yenə olur A kvadratı çıxılsın AB. A'nı birinci mötərizəyə vururam. Alınan cavabı da A üstəgəl C'yə vurmalıyam. Bərabərdir. İndi vurmaları yerinə yetirim. AB'ni C'yə vuranda olur ABC. AB'ni A'ya vuranda olur A'nın kvadratı B. Sonra mənfi A kvadratını C'yə vuranda mənfi A'nın kvadratı C. Mənfi A kvadratını A'ya vuranda mənfi A'nın kubu. Sonra yerdə qalanları vursam A kvadratını A'ya vuranda olur müsbət A'nın kubu. A kvadratını C'yə vururam A'nın kvadratı C. Mənfi AB'ni A'ya vururam eləyir mənfi A'nın kvadratı B. Mənfi AB'ni müsbət C'yə vururam eləyir mənfi ABC. Bərabərdir. Bax, buradakı müsbət ABC ilə mənfi ABC islah getdi. Mənfi A kubu ilə müsbət A kubu islah getdi. Mənfi A kvadratı C ilə müsbət A kvadratı C islah getdi.
Müsbət a kvadratı b ilə də mənfi a kvadratı b islah getdi. Cavabda qaldı. Hamısı getdi, 0 qaldı. Deməli, birinci eynilik olduğunu isbat etdik. İndi ikinciyə baxaq. İkincidə, deməli, belə yazıram. Yəni, hansı yolla istəsən, isbat eləyə bilərsən. A çıxılsın 2-ni yazıram. A çıxılsın 3-ü də yazıram. Bu tərəfdə də a kvadratı çıxılsın 5a üstəgəl 6-nı da yazdım. Hələ ki olduğu üçün bərabərdir. İndi sağda a çıxılsın 2 mötərizə kvadratıdırsa, bu a çıxılsın 2, a çıxılsın 2 hasili deməkdir. Bir dənə də a çıxılsın 3-ün mötərizə kvadratıdır. A çıxılsın 3 və a çıxılsın 3. İndi hər iki tərəfdə, bax, bu a çıxılsın 2 bunlarda da var, burada da var. A çıxılsın 3 burada da var, burada da var. Deməli, biz bu ifadənin hasilinin, bir dəqiqə, bunu səhv elədim. A çıxılsın 3 deyib, a çıxılsın 2-nin. Bir dənə bunu göstərim təzədən. Baxın. Burada deməli, a çıxılsın 2 var, burada da a çıxılsın 2 var. Burada a çıxılsın 3 var, burada da a çıxılsın 3 var. Deməli, bu ifadənin bu iki dənə ifadənin hasilinə bərabər olduğunu göstərsək, eyniliyi isbat etmiş sayılırıq. Deməli, a çıxılsın 2-ni vurmalıyam, a çıxılsın 3-ə. Burada da olur a'nın kvadratı çıxılsın 3a çıxılsın 2a üstəgəl 6. Bu isə a kvadratı çıxılsın 5a üstəgəl 6 deməkdir ki, bu da həqiqətən də buna bərabərdir. Deməli, sol tərəfdəki vuruqlar sağ tərəfdəki vuruqlara bərabər oldu. İkincini də bu qayda ilə isbat etdik. Üçüncüyə baxaq indi. Üçüncüdə, deməli, sol tərəfi vurub açaq görək, sağ tərəfdəki ifadə alınır, yoxsa alınmır. A-nın kvadratı üstəgəl AB üstəgəl B-nin kvadratı. Bunu vurmalıyam. A-nın kvadratı çıxılsın AB üstəgəl B-nin kvadratına. Bərabərdir. A kvadratının A kvadratına vururam, eləyir A üstü 4. A kvadratını AB-yə vururam, mənfi A-nın kubu B. A kvadratını B kvadratına vuranda ikisi də müsbətdir. A kvadratı B kvadratı. Sonra ikincini vurmağa başlayıram. Yəni AB-ni. AB-ni A kvadratına vuranda olur A-nın kubu B. AB-ni A kvadratına vururam. A-nın kubu B. AB-ni AB-yə vururam. Mənfi A kvadratı B kvadratı. AB-ni B kvadratına vururam. A, B-nin kubu eləyir. Sonra B kvadratlarına vurmağa başlayıram. B kvadratını A kvadratına vuranda olur A kvadratı ilə B kvadratının hasili. B kvadratını AB-yə vururam. Mənfi A, B-nin kubu. B kvadratlarında bir-birinə vuranda eləyir B üstü 4 bərabərdir. İndi baxıram görək, oxşar toplanan var, yoxsa yoxdur. Deməli, A kubu B mənfisi, A kubu B-nin müsbəti, bunlar islah getdi. A kvadratı B kvadratı ilə də bu mənfi A kvadratı B kvadratı islah getdi. AB kubu ilə də buradakı mənfi AB kubu islah getdi. Yerdə qaldı başdakı A üstü 4. Sonra bu qaldı üstəgəl A kvadratı B kvadratı və axırdakı B üstü 4 qaldı. Bu da həqiqətən də sol tərəfdəki, sağ tərəfdəki ifadəyə bərabərdir. Deməli, yenə də eyniliyi isbat etmiş sayıldıq. Dördüncüsünə baxaq indi. X kvadratı çıxılsın 4x y üstəgəl y-in kvadratını vurmalıyam. X kvadratı üstəgəl 4xy üstəgəl y-in kvadratını bərabərdir. X kvadratlarını vursam x üstü 4. X kvadratını 4xy-ə vururamsa 4x'in kubu y. X kvadratını y kvadratına vuranda hər ikisinin kvadratı alınır. Sonra mənfi 4xy vururam. Mənfi 4x'in kubu y. Mənfi müsbətə vuranda yenə mənfi 16x'in kvadratı y-in kvadratı və mənfini y kvadratına vururam. Mənfi 4x y-in kubu. Y kvadratını da vuranda x kvadratı y kvadratı. Üstəgəl 4x'in kubu, yox bir dəqiqə.
4x'in özü y'in kubu. Deməli bir dənə də baxaq. X kvadratına y kvadratına vurdum. Y bu 4x y vuranda 4x y'in kubu olur. Y kvadratını da bu y kvadratına vuranda üstəcəl y üstü 4 olur. Bərabər. İndi başlayaq islah eləməyə görə. İslah varmı, yoxmu? Deməli x üstü 4 qalsın öz yerində. Burada var 4 x kubu y müsbət. Bir dənə də baxım. 4x kubu y mənfi. Bax bununla bu islah getdi. Sonra mənfi 4x y'in kubu müsbət 4x y'in kubu. Deməli qalanlar oldu. Burada x kvadratı y kvadratı mənfi 16x kvadratı y kvadratı. Bir dənə də burada x kvadratı y kvadratı. 16'dan 2 dənəsini çıxanda qalır 14 dənə. X kvadratı y kvadratı. Bir dənə də qaldı axırdakı üstəcəl y üstü 4. Yine de sadeleştirerek sağ tarafı aldık. Deməli eyniliği ispat etmiş olduk. Növbət tapşırığımız 13. Eyniliği ispat et. Burada ispat edeməkdən ötürü sol tərəfi yazıb vuruqlarını ayırmaqdansa sağ tərəfi yazıb vurub açsaq daha sadə olar. Yazaq nömrə 13'ün birincisində. Birinci a'nı a üstəcəl 1'ə vururam. Olsun a'nın kvadratı üstəcəl a. Sonra bu ikisini de birbirine vururam. Oldu a kvadratı üstecel 3a üstecel 2a üstecel 6 beraberdir. Şimdi bunları birbirine vurak. A kvadratına vururam eləyir a üstü 4. A kvadratını 3a'ya vururam eləyir 3. Belə eləyək. Bununla bu ikisi bir yerde 5a eləyir. Bir təfəli 5a'ya vuruq. Yani bu tezden yazaq. Beraberdir. Bak burada beraberdir yazıram. A kvadratı üstecel a'nı vurmalıyam. A kvadratı üstecel 5a üstecel 6'ya. Beraberdir. Bu deliyir a üstü 4 üstecel 5a'nın kubu üstecel 6a'nın kvadratı. Sonra a'ları vuranda olur a'nın kubu üstecel 5a'nın kvadratı üstecel 6a beraberdir. Deməli burada a üstü 4 qaldı. 5a kubu ilə a kubunu toplayanda eləyir 6a'nın kubu. Sonra kvadrat 6a kvadratı 5a kvadratı ikisi bir yerdə eləyir 11a'nın kvadratı ve 6a'ya da oxşar toplanan yoxdur. Üstəcəl 6a yazaraq görürük ki, həqiqətən də sol tərəfdəki ifadənin. İndi ikincisində baxırıq ki, həm sağda, həm də solda hesablanası ifadələr var. Deməli, ikincinin əvvəlcə solunu adını yazaq, hesablayaq. Deməli, solda a'nın kvadratı üstəcəl 3a'nın kvadratıdırsa, deməli, a'nın kvadratı üstəcəl 3a'nı 2 dəfə öz-özünə vurmalıyam. Üstecel 2'ni de vurmalıyam. A'nın kvadratı üstecel 3a'ya. Beraberdir. Burada da vurup atsaq a kvadratına vursam a üstü 4. Üstecel a kvadratını 3a'ya vuranda 3a'nın kubu. Sonra 3a'nı a kvadratına vuranda yine 3a'nın kubu. 3a'nı da 3a'ya vuranda üstecel 9a. Üstecel ikincilerde vurup atsam 2a'nın kvadratı üstecel 6a beraberdir. A üstü 4 kalsın. 2 tane 3a kubu var. Bu da eləyir 6a'nın kubu. 2a kvadratı. Deməli burada 2a kvadratı hardan alındı? Ha, buradakı 2a kvadratı alındı. Deməli 9a kvadratı. Burada da kvadrat yaddan çıxırdı. 9a kvadratı ilə 2a kvadratını toplayanda eləyir 11a'nın kvadratı. 4'ü yazdıq, 3'ü yazdıq. A olanlarda bir dənə üstəcəl 6a'dır. 6a. İndi sağ tərəfi sadələşdirək. Sağda birinci, ikinci bir-birinə vursam olar a kvadratı üstəcəl a. 3 ilə də 4-cü mötərizələr bir-birinə vuranda a kvadratı üstəcəl
5A üstecel 6 alınır. Bunlar da birbirine vuranda A üstü 4 üstecel 5A'nın kubu üstecel 6A'nın kvadratı. Sonra A'nı ikinci mötərizəyə vursaq A'nın kubu üstecel 5A'nın kvadratı üstecel 6A'nın özü. Beraber olar. Bu da A üstü 4 üstecel 6 5A kubu bir tane daha kubu ikisi bir yerde 6A'nın kubu 5A kvadratı 6A kvadratı bunlar da ikisi bir yerde değil 11A'nın kvadratı üstecel 6A. Sol tərəfdə də sağ tərəfdə də eyni ifadə aldığımıza göre ifadenin eynilik olduğunu ispat ettik. Üçüncü tapşırığında yine solunu ayrı sağını ayrı hesaplamalıyıq. Solda A üstecel B'nin kvadratıdırsa deməli A üstecel B'ni A üstecel B'ye vurmalıyım. Çıxılsın 7A üstecel B üstecel 12 beraberdir. A'nı ikinci mötərizəyə vuranda olur A'nın kvadratı üstecel AB. B'ni vuranda olur üstecel AB üstecel B'nin kvadratı çıx 7A çıx 7B üstecel 12 beraberdir. A kvadratı kalır. AB'de 2'den AB'di. Üstecel 2AB üstecel B'nin kvadratı çıxılsın 7A çıxılsın 7B üstecel 12 kimi kaldı yani. Burada başka oxşar toplanan olmadı. Bir tane AB'ler 2 dənədir və salam. İndi bunun sağ tərəfi yazıb sadələşdirək. Sağda A üstecel B çıxılsın 3'ü vurmalıyam. A üstecel B çıxılsın 4'ü. Vuraq. Birinci A'ları vursaq, onlar A kvadratı üstecel AB çıxılsın 4'ə. Sonra B'ləri vuram. Üstecel AB üstecel B kvadratı çıxılsın 4B. Sonra mənfi 3'ü vuram. Mənfi 3A, mənfi 3B, müsbət 12. Bərabərdir. A'nın kvadratı qaldı. Sonra AB, burada da AB. Üstecel 2AB. Sonra burada B kvadratı var. Mənfi 4A, mənfi 3A. İkisi bir yerde değil. Mənfi 7A, mənfi 4B, bir de mənfi 3B. Bunlar da ikisi bir yerde mənfi 7B eləyir. Axırda da 12 oldu. Sağ tərəf, sol tərəfə tamamilə bərabər olduğunu göstərdik. İndi baxaq 14 nömrəli tapşırıqda. Yenə deyir, ispat edin ki, eynilikdir. Deməli, 14'ün birincisində yine nömrə 14'ün birincisində bu sol tərəfi vurub atsaq olar A'nın kvadratı üstecel 7A çıxılsın 3A çıxılsın 21 üstecel 10 bərabərdir 21. A'nın kvadratı 7 ilə də 3A'nı eləyir müsbət 4A mənfi 21 ilə də müsbət 11'in mənfi 11. Bu oldu bunun sağ tərəfi, sol tərəfi. İndi sağını sadələşdirsək, A'nı A'ya vuranda A kvadratı üstecel 5A çıxılsın A çıxılsın 5 çıxılsın 6 bərabərdir. Bu da A kvadratı 5A'dan A çıxanda müsbət 4A qalır. Mənfi 5 ilə də mənfi 6 mənfi 11 eləyir. Deməli sağ tərəf sol tərəfə bərabərdir. Eyniliyi ispat etdik. İkincisində yine əvvəlcə sol tərəfi bir-birinə vuraq açaq. A'nı A'ya vuranda olur A'nın kvadratı üstecel 5A üstecel 4A üstecel 4 dəfə də 5'in 20 çıxılsın 12 bərabərdir. Burada A kvadratını yazırıq. Bir dənə oxşar toplananları islah eləmək lazım. A'nın kvadratı qalır. 5A 4A ikisi bir yerdə 9A eləyir. 20'dən də 12 çıxanda qalır müsbət 8. İndi eyni qayda ilə sağ tərəfi sadələşdirsək, A'nı A'ya vuram. A kvadratı üstecel 8A üstecel A üstecel 8. Bu da A'nın kvadratı üstecel 9A üstecel 8 olur. Sağ yenə də sola bərabər olduğunu göstərdik. Üçüncüsündə sola baxaq. X'i x kvadratına vuram. X'e vuram x kvadrat. X'i 8 8'e vuram 8x. Mənfi 5 x'e vuranda mənfi 5x çıxılsın 40 üstecel 30'da qalır. Bərabərdir.
X kvadratı 8-dən 5 çıxanda qalır müsbət 3x, mənfi 40-la da müsbət 30-un eləyib mənfi 10. İndi sağına baxaq. X kvadratı üstəgəl 5x çıxılsın 2x çıxılsın 10 bərabərdir. X kvadratı 5x-dən 2x çıxanda qalır müsbət 3x çıxılsın 10. Deməli sağ tərəf yenə də sol tərəfə nədir? Bərabərdir. Dördüncüsü solu vuraq. Birinci. X kvadratı çıxılsın 2x üstəgəl 7x çıxılsın 7. Axırda da bir dənə 4 var. Bu da olur x kvadrat üstəgəl 6x çıxılsın 3. Sağına baxaq. X'i x'e vuranda x kvadrat. X'i 4'e vuranda 4x. 2'ni x'e vuranda 2x. 2'ni de 6'ya 4'e vuranda 8. Çıxılsın 11 bərabərdir x kvadratı. Bu 4x'dən 2x verdi 6x eləyir. 3'dən 8'dən də 11 çıxanda mənfi 3 qalır. Yenə də sağ tərəf sol tərəfə bərabər olduğunu göstərdik. Deməli eynilik isbat olundu. Növbət tapşırığımız 15. 15 nömrəli tapşırıqda deyir ki, isbat edin ki, ifadənin qiyməti 11-ə bərabərdir. Edək. 15-də deməli birinci vurub açaq. 5'i 3x'e vuranda 5x. 3'ü 5'e vuranda 15. Mənfiyə nəzərən mötərizəni açsam mənfi 4, mənfi 5x bərabərdir. 5x-lə mənfi 5x 0 eləyir. Üstəgəl 15 çıxılsın 4 bərabərdir 11. 11'ə bərabər olduğunu da ispat edin. Etdik və salam. 16 nömrəli tapşırıqda tutaq ki, deyir, MN natural ədədlərdə ispat edin ki, deyir, bu fərq 5'ə bölünür. Əgər fərq 5'ə bölünürsə, deməli, toplananların hər birinin 5'ə bölündüyünü göstərsək, deməli, deyilən sözü əməl etmiş olaraq 8m çıxılsın 12n'ni də yazıram. Bərabərdir. İndi bunu sadələşdirək. Burada bir dəqiqə. Bu 3m'dir. Bu da 2n'dir. O x'lər hardan yazdıq? İndi vurub daha doğrusu mötərizələri açaq. Birinci mötərizənin qabağında heç bir işarə olmadığına görə olduğu kimi açıram. İkincinin qabağında mənfi olduğuna görə mənfi işarələr dəyişilir. Mənfilər müsbət olur, müsbətlər mənfi. 3m'dən 8m çıxanda qalır mənfi 5m. Mənfi 2n'dən də müsbət 2n. Yəni bundan bunu islah elədim. Bundan da bunu 10n. 10n. Bunlardan da 5'e ortaq vuruq çıxardıramsa qalır mənfi m üstəgəl 2n və bunu da belə də yaza bilərəm. 5 vurulsun 2n çıxılsın m. Vuruqlardan biri 5 olduğuna görə deməli hasil də 5'e qalıqsız bölünür. Yəni bunu 5'e böləndə 2n çıxılsın m qalasıdır. İspat etdik. İkincisində bu 16'nın birinci idi. Bu deyir ki, ədədi ilə bu ədədinin əksi olan ədədin cəmi. Deməli, 4m çıxılsın 7n'in. Bu özü. Bunun əksi də olasıdır. 2m çıxılsın 8n, yəni mənfisi ilə. Bunların cəmi deyilsə, deməli, üstəgəl 2m çıxılsın 8n bərabərdir. 4m'dən 2m'i toplayıram, eləyir 6m. Yəni, bununla bunu toplayıram. Bunlar da ikisi bir yerdə eləyir. Mənfi 15n. Bunlardan da 3'ü ortaq vuruq çıxartmaq olar. Onda mötərizənin içində 2m çıxılsın 5n qalar. Və bunun da 3'ə bölündüyünü görürük ki, tam bölünür. Cavabda da qalır 2m çıxılsın 5n. Və 3'ə bölündüyünü ispat etmiş sayıldıq. 17. İspat edin ki, A-nın istənilən qiymətli ifadəsinin qiyməti mənfi ədəddir. Birinci ifadəni sadələşdirək görək nədən söhbət gedir. 3'ü 2a'ya vururam, eləyir 6a. 3'ü mənfi 3'ə vururam, mənfi 9. Sonra burada mənfini yazıb, mötərizə açıram. 4 çıxmaya nəzərən mötərizəni açsam çıxılsın 2, üstəgəl 6a olar. Bərabərdir. 6a çıxılsın 9'u yazıb ikinci mötərizəni açsam çıx 4. Üstəgəl 2 çıxılsın 6a. Burada 6a'lar islah gedir. Mənfi 4, mənfi 9, eləyir mənfi 13. Üstünə də 2 gələndə, yəni eləyir mənfi 11. Mənfi 11-də həmişə nətər ədəddir? Mənfi ədəddir. Mənfi ədəd olduğunu da ispat edin. Mənfi ədəd olduğunu ispat etdik. Cavab mənfidir. Burada da müsbət deyir. Bir dənə də 18'də vurub açaq. 4'ü 3a'ya vururam, eləyir 12a.
4'ü 5'e vururam 20 çıxılsın. H mötərizə 8 var. İkinci mötərizəni açaq. -3'ü 3'e vuranda -9, -3'ü -4'e vuranda eləyir müsbət 12A. İndi bu qabaqdakı mənfiyə nəzərən mötərizəni açsaq. 12A çıxılsın 20, çıx 8, üstə gəl 9, çıxılsın 12A. Bərabərdir. 12A'lar buradan islah gedir. Mənfi 20, -8'dən də müsbət 9'u müsbət 1 eləyir, bərabərdir. Bir də bax. Burada müsbət 20'dir. Müsbət 20. 20, -8'dən 9'u müsbət 1 bərabərdir 21. 21 isə həmişə nədir? Böyükdür 0'dan. İndi qaldı bir dənə burada 19 nömrəli tapşırığımız. Eyniliyi ispat edin. Eyniliyi ispat eləməkdən ötürü yenə də bayaqki kimi sol tərəfi vurub sadələşdirmək lazımdır. 19'un birincisi. Deməli, A'nı vururam A kvadratına eləyir A'nın kubu. A'nı vururam -5AB olur -5A'nın kvadratı B. A'nı B kvadratına vuranda üstə gəl A B'nin kvadratı. İndi -2'yi vururam. -2B'ni -2 A'nın kvadratı B müsbət 10 A B'nin kvadratı -2 B'nin kubu. Bu ilk iki dənəni vurub açdım. İndi keçirəm bu tərəfə. Bu tərəfə vuranda alınan cavabların hər birinə işarəsini dəyişməliyim. Çünki qabaqda mənfi var. Çıxılsın olası A'nın kubu. A'nı 6A kvadratına vururam olur. Mənfi olur. İşarəni də dəyişirəm. Müsbət 6 A'nın kvadratı B. A'nı vururam B kvadratına olur. Çıxılsın A B'nin kvadratı. Sonra -2'yi vurmağa başlayıram. Elə bir ki, qabaqda da mənfi olduğunu müsbət 2 ilə də hesablaya bilərəm. 2B'ni vuranda olur. Müsbət 2 A'nın kvadratı B. Mənfiyə vuranda, müsbətə vuranda -12 A B'nin kvadratı. Deməli, 2B'ni də B kvadratına vuranda olur müsbət 2B'nin kubu. Əslində mənfi eləyir. Qabaqda da mənfi olduğuna görə müsbət eləyir. Bərabərdir. İndi bunları qəşəng elə yazdım ki, islahlar görünür. Bunlar islah getdi. AB kvadratı ilə AB kvadratı getdi. Bundan da bu getdi. Axırdakılar da getdi. Yerdə qaldı. Bir ikisi, burada bunlar ikisi. Deməli, -5 A kvadratı B ilə 6A kvadratı B'ni elə A kvadratı B qalır. Bunların da ikisi də axırıncı işarə nə idi burada görəsən? Bir dəqiqə bu işarə. 12 olanda müsbətdir, amma mənfi olasıdır. Burada mənfidir işarə. Bunların ikisi bir yerdə eləyir. -2 A B'nin kvadratı. Buradan da A B'ni ortaq vuruq çıxarsam, mötərizənin içində qalar. A çıxılsın 2B. Həqiqətən də bərabərdir. AB vurulsun, A çıxılsın 2B'yə. Deməli, ispat etmiş olduq. İkincisində yenə vurub açıram. X'i 2x kvadratından başlayıram. 2x'in kubu çıxılsın 7x kvadratı. Y çıxılsın x y'in kvadratı. İndi -3y vururam. -6x'in kvadratı y müsbət 21x y'in kvadratı müsbət 3y'in kubu. 3y'in kubu. Sonra ikinci mötərizələri vurub açıram. Üstə gəl. 3y'yi x kvadratına vuranda 3x kvadratı y. 3y'yi 7'ye vuranda -21x y'in kvadratı -3 y'in kubu. İndi -x'i vururam. -x kvadratına vuranda -x'in kubu. Üstə gəl 7x kvadratı y. Üstə gəl x y'in kvadratı. Bərabərdir. İndi bura baxaq görək. Nə var, nə yox. Müsbət 3y kvadratın kubu ilə -3y kubu getdi islah. 21x y kvadratı müsbət. Burada da mənfi. Bunlar da getdi.
7x kvadratı y ilə müsbət 7x kvadratı y bunlar da getdi. Deməli, xy kvadratı burada mənfi, burada müsbət. Bunlar da islah getdi. Yerdə qaldı nə? 2x kubu çıxılsın x kubu. Bu elə qaldı x'in kubu. Sonra bax bu qaldı. Mənfi 6x kvadratı y bir də müsbət 3x kvadratı y. İkisi bir yerdə də eləyər. Müsbət 3 mənfi daha doğrusu 3x kvadratı y. Buradan da x kvadratını ortaq vuruq çıxarsaq mötərizədə x çıxılsın 3y qalar ki, bunun da sağ tərəfində də eyni ifadədir. Deməli, bu da isbat olundu. İndi üçüncüyə baxaq. Üçüncüdə yenə vurub açsaq. Ya Allah. 2b'ni bunlara vururam. 2b'ni vuranda olur 2b'nin kubu üstəgəl 6b'nin kvadratı S çıxılsın 2b's'nin kvadratı. İndi s'ni vursam çıxılsın b'nin kvadratı S çıxılsın 3b's kvadratı üstəgəl s'nin kubu. Bundan qurtardıq. İndi bunlara baxıram. Deməli, vururam, amma qabağındakı mənfiyə görə işarəsini dəyişməliyəm. Mənfi 2b'nin kubu müsbət 4b'nin kvadratı S müsbət 2b's'nin kvadratı. İndi mənfi s'ni vurmalıyam. Bir dənə burada işarəyə bir dənə də baxım. 2b'ni buna vuranda müsbət eləyib mənfi yazdım. Bunu buna vuranda mənfi eləyib müsbət yazdım. Bunu buna vuranda yenə mənfi eləyib. Qabaqda da mənfi var deyə müsbət yazdım. Düz oldu. İndi mənfi s'ni vursam, yəni müsbət s'ni vurmaq lazımdır. Çünki qabaqdakı mənfi ilə bir-biri müsbət eləyib. Bunları da s'yə vursam, üstəgəl b'nin kvadratı S çıxılsın 2b's'nin kvadratı çıxılsın s'nin kubu. Bu qədər. Bərabərdir. İndi oxşar toplananları açacaq. Bu S kubları burada getdi. Sonra 2b kubu, burada da mənfi 2b kubu. Bunlar da getdi. B kvadratı S mənfidir. Burada da müsbət. Bunlar da getdi. Sonra 2bs kvadratı mənfi 2bs kvadratı. Bunlar da getdi. Yerdə qaldı. Bax, b kvadratı S 6b kvadratı S. Bax, 6b kvadratı S. Burada da var 4b kvadratı S. Bunlar ikisi bir yerdə eləyir 10. B'nin kvadratı S. Sonra qaldı bax bundan bu. Bunlar ikisi bir yerdə də mənfi 5 B S'nin kvadratı eləyir. Bunlardan da 5 B S'ni ortaq vuruq çıxardanda mötərizədə qalar. 2B çıxılsın S. Bu da həqiqətən də bu sol tərəfdəki ifadə sağ tərəfdəki ifadəyə bərabər oldu. Bununla da eyniliyi burada da ispat etmiş olduq. Qaldı bir dənə burada dördüncüsü. Dördüncünü də burada yazaq. Deməli 3x'i 4x kvadratına vururam. Eləyir 12x'in kubu. 3x'i 6xy vururam. Üstəgəl 18 x'in kvadratı y. 3x'i 3y kvadratına vuranda 9x y'in kvadratı. İndi mənfi 7'yi vurmağa başlayıram. Mənfi 7'yi vuranda mənfi 7 dəfə 4'ün 28 x'in kvadratı y. Mənfi 42 x y'in kvadratı. Mənfi 21 y'in kubu. İkinci mötərizələri vurub açsam 7 y'yi 4'e vuranda 7 dəfə 4'ün 28 x kvadratı y. Üstəgəl 14 x y'in kvadratı. Üstəgəl 21 y'in kubu. Mənfi 3x'i də vuranda mənfi 12 x'in kubu. Mənfi 6 x kvadratı y. Mənfi 9 x y'in kvadratı bərabərdir. İndi buradan oxşar toplananları seçmək lazımdır. Baxaq görək nə var nə yox. 21 y kubu mənfi 21 y kubu müsbət. Sonra 12x kubu müsbət. Burada da 12x kubu mənfi.
9x kvadratı y. Burada da mənfi 9x kvadratı y. Bunlar da getdi. 28x kvadratı y. Bu da 28x kvadratı y. Bir mənfidir, bir müsbət. Bunlar da getdi. Yerdə qaldı. İndi oxşar toplananlardan sonra qalanlara baxaq. Deməli, qaldı bir dənə bu. Bu. Sonra burada nə var? Yəni də axırda x, y kvadratlarına da 2 dənə xətt çəkək. Bunlar ikisi. 18x kvadratı y-dən 6x kvadratı y-in çıxanda qalır 12 x kvadratı y. Burada da deməli bir mənfidir, bir müsbət. Böyükdən kiçiyi çıxıram, böyüyün işarəsi. Eləyəsdir mənfi 28 x y-in kvadratı. Buradan da 4x ortaq vuruq çıxardıramsa, mötərizənin içində qalır 3 x çıxılsın 7 y. Vəssalam. Bununla da buradakı tapşırıqda həll eləmiş olduq. Sağ olun, növbəti dərsdə görüşərik inşallah.